Siz hörmətli jurnalist sualınızda bir səhv bıraktınız. Ben isterdim ki gelecekte bile səhvlər bırakmayasınız. Dünya xəritəsində Mazandaran Gölü adlı bir göl yoktur. Ve eğer belə bir göl İran ərazisindədirsə, mən onu hələ tanımıram, xahiş edirəm mənə tanıdasınız. آقای خبرنگارم اتفاق میکنم به تاشکندی. Cenab-ı Muhtar da Kaspiyasi'ye bundan sonra Kaspiyasi diyecek. Öyle o Kaspiyasi'ydi da nece yani bundan sonra? Xəzər dənizi Kürre Erceran'la dünyanın en mühim denizlerinden biridir. Ve onlar da Xəzərdir. 300 yıl, 400 yıl bundan önceki haritaları götürseniz orada Xəzər dənizi Ağay Xatəmi bunu İngilizce deyir, Kaspiyasi yazılıbdır. Siz İran'da bazı adamlar belə yana adlar icat etməklə bizim bu Xəzər etrafında danışmalarınıza mani olursunuz. Ayşe edirəm bunu nəzər alarsınız.